Gününüz xeyirli olsun dəyərli izləyicilər. 6 mart 2025-ci il vacib bir xəbəri diqqətinizə çatdırıram. Maksimum bəyənək paylaşaq dəyərli izləyicilər. Bir də ricamız komandamız adından odur ki, bizim kanalımıza üstəgəl işarəsi var. Onu basmaqla abunə olursunuz və ən son vacib xəbərlərdən xəbərdar olursunuz. Deməli, Bakının Nizami rayonu Babək prospekti 76 ünvanında yerləşən Sərin Şadlıq evində mənşəyi məlum olmayan məhsullar aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, fiziki şəxs Dadaşov Eldar Ağa Zəkioğluna məxsus Sərin Şadlıq evində akta əməkdaşları yoxlama keçirib. Baxış zamanı obyektdə sanitar texniki və sanitar gigiyenik tələblərin pozulduğu temperatur rejiminə əməl edilmədiyi, həmçinin mənşəyi məlum olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim edildiyi aşkarlanıb. Görün bizim şadlıq saraylarımızda nələr baş verir, biabırçılıqdır. Bəlkə də akta axtarış versə, bəlkə də 70-80% restoranlarda bu cürdür vəziyyət. Demək dəyərli izləyicilər, emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilməklə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, araşdırmalar davam etdirilir. Yəqin ki, bir qədər cərimə ödəyib canını qurtaracaq Şadlıq Sarayının rəhbərliyi, amma belə olmaz. Cəzalar daha ağır olmalıdır, mən düşünürəm. İnsanları zəhərləmək olmaz.